Ətrafa da sanki bir zəlzələ olub, bomba düşüb. Bura uçdu, bir dəfə dağıldı ki. Əlbəttə təhlükəlidir. Qorxmursunuz belə yaşamaq yoxsa? Ərazi plana düşür, məsələn, orada 20 ev varsa 15-i razılaşır, köçürülür, həmin evlər sökülür. Digər 5 evin sahibi razılaşmayanda həmin evin sakinləri çox təhlükəli vəziyyətdə yaşamağa məcbur olurlar. Çünki bir yanda söküntü, tikinti, digər yanda isə yaşayış. Tikinti gedən ərazidə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Ətrafda məskunlaşan sakinlərin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmalı deyil. Bura uçdu, bir dəfə dağıldı ki, buralar belə. Qarıcı təhlükəlidir. Tikinti zamanı uçdu yoxsa? Əlbəttə, tikinti burada uçdu, dağıldı buralar hamısı. Qorxuludur. Uşaq var, böyük var, cavan var. Deyirsiniz onda ki, niyə belə eləyirsiniz və yaxud Deyək, kimə deyək? ən azından şirkətə, tikintiyə yoxsa Bir şey eşidən yox. desəz də elə davam edir. Şey, boş şey. Yeni tikilən bina ilə köhnə bina arasında yolun üstünə, keçidin üstünə belə taxta ilə bağlayıblar ki, başına bir şey düşməsin. Amma bu təhlükəsizlik vasitəsi burada bitir. Yəni buradan sonra başına hər şey düşə bilər. Tikinti olanda o həmişə nəsə ola bilər. Bu tikintidir. Təhlükəsizlik qaydalarına riayət eləməsə, o iş əlbəttə təhlükəlidir. Bizim binanı sökürlərsə, təbii köçürmədən sonra sökməlidirlər. Köçürülmədən sonra sökülməlidir və tikinti başlamalıdır. Hətta söküləndən sonra, ancaq söküləndən sonra. Sökülmə vaxtında gəlib sökülmə burada yaşa elə şey olar. Deməli, tikintidə olan kran hər dəfə fırlananda yaşayış olan binanın üzərinə gəlib çıxır. Yəni, heç kim zəmanət verə bilməz ki, o kran heç vaxt qırılıb, bu binanın üzərinə düşməyəcək. Hətta bəzi yerlərdə şirkətlər dəyən ziyana görə məsuliyyət daşımadıqlarını əvvəldən deyirlər. Yəni, şirkətlər özləri də bilirlər və etiraf edirlər ki, buna görə vətəndaşa və onun əmlakına ziyan dəyə bilər. Bəs vətəndaş nə eləsin? Əgər yaşayırsa, avtomobilini də saxlamalıdır, özü də getməlidir, gəlməlidir. Şirkətlə bağlı soruşmaq istəyirik. Siz baxırsınız bu işə? Şirkətlə bağlı soruşmaq istəyirik. Siz bu nə işə baxırsınız burada? Heç kim yoxdur şirkətdə ümumiyyətlə. Bəs siz kimsiz? Adi vətəndaşdır. Niyə soruşursunuz ki? Soruşursunuz ki, hara gedirsən? Deməli, nəsə adiyyətiniz var da bura. Ay qardaş, sən başa dönüm. Niyə çəkirsən sən? Yox, mən yol gedirəm şirkətə. Deyirsiniz ki, hara gedirsən? Bəs niyə soruşursunuz ki, hara gedirsən? Belə bir şeylə gedir, hara gedirsən, soruşmaq olmaz. Yox, olmaz. Ha, baş üstə get, yaxşı yox. Salam, hər vaxtınız xeyir olsun. Salam dayı, necəsiz? Nə var, nə yox? Dayı, burada kim varsa, burada nə varsa? Bir dəqiqə dayı, onda niyə belə edirsən dayı? Ay dayı. Niyə çıx bayra? Bax, şirkətə gəldi, həmin o vəziyyətlə bağlı soruşmaq istəyirik də. Şirkət nümayəndəsinin əməkdaşlarının bu kobud münasibəti artıq şəhid ehtiyac yoxdur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinə uyğun olaraq tikinti meydançasında yanğın təhlükəsizliyi, təhlükəsiz əmək və zəruri sanitariya gigiyena şəraitini, tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsini, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması üçün tələb olunan tədbirləri görmək sifarişçi təşkilatın bilavasitə vəzifəsidir.